İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidməti özəlləşdirmə paylarının, yəni çeklərin yenidən dövriyyəyə buraxılması ilə bağlı yayılan iddialara aydınlıq gətirib. Yeni Sabah saytının verdiyi xəbərə görə, bu mövzu ilə bağlı qurumun aparat rəhbəri Kamran Uluxanov rəsmi cavab verib. O bildirib ki, özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə qaytarılması mümkün deyil. Aparat rəhbərinin açıqlamasından məlum olur ki, bir qrup vətəndaş bu məsələ ilə bağlı kollektiv şəkildə Milli Məclisə müraciət edib. Milli Məclis də həmin müraciətin araşdırılması və cavablandırılması üçün onu əmlak məsələləri dövlət xidmətinə göndərib. Kamran Uluxanovun cavab məktubunda qeyd olunub ki, təmsil etdiyi qurumda dövlət özəlləşdirmə çeklərinin dəyərinin ödənilməsi ilə bağlı edilən kollektiv müraciətə baxılıb. O bildirib ki, Milli Məclisdən daxil olan müraciət İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidmətində araşdırılıb. Açıqlamada qeyd edilir ki, dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunun 12-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi istifadə olunan çeklərin və xarici opsiyonların dövriyyədən çıxarılması qaydaları dövlət proqramı ilə tənzimlənir. Prezidentin 2000-ci il 10 avqust tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ikinci dövlət proqramına əsasən dövlət özəlləşdirmə paylarının dövriyyədə qalma müddəti ilkin olaraq 2002-ci il yanvarın 1-dəki müəyyən edilir. Daha sonra bu müddət bir neçə dəfə uzadılıb. Belə ki, Prezidentin 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli fərmanı ilə 2004-cü ilin yanvarın 1-dəki, 11 iyun 2004-cü il tarixli 75 nömrəli fərmanı ilə 2008-ci ilin yanvarın 1-dəki, 13 noyabr 2007-ci il tarixli 649 nömrəli fərmanı ilə 2010-cu ilin yanvarın 1-dəki, 23 dekabr 2009-cu il tarixli 202 nömrəli fərmanı ilə isə 2011-ci ilin yanvarın 1-dəki uzadılıb. Nəticədə özəlləşdirmə paylarının dövriyyədə saxlanılması üçün müəyyən edilən son istifadə müddəti 2011-ci il yanvarın 1-də başa çatıb və həmin tarixdən sonra bu çeklər qüvvədən düşüb. Aparat rəhbəri həmçinin xatırladıb ki, məsələ məhkəmələrdə də araşdırılıb və iddialar təmin edilməyib. Belə ki, İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidmətinə və digər qurumlara qarşı dövlət özəlləşdirmə payları ilə bağlı mülkiyyət və sahiblik hüquqlarının pozulması iddiası Bakı İnzibati Məhkəməsi tərəfindən 6 dekabr 2024-cü il tarixli qərarla mümkün hesab edilməyi. Daha sonra iddiaçılar apellyasiya şikayəti versələr də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 21 fevral 2025-ci il tarixli qərarla şikayəti təmin etməyi. Bundan sonra verilən kassasiya şikayəti də Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən 14 noyabr 2025-ci il tarixli qərarla rədd edilib və Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb. 2026-cı ildə Rusiya ilə Ukrayna arasında gedən müharibədə yeni bir mərhələnin başlanacağı gözlənilir. Eyni zamanda Azərbaycanda da dövlətə xəyanət ittihamı ilə gözlənilməz və genişmiqyaslı həbslərin ola biləcəyi bildirilir. Nojoment.az saytının xəbərinə görə bu fikirləri Modern Az açıqlamasında tanınmış astroloq Səbuhi Rəhimli səsləndirib. Onun sözlərinə görə 2026-cı ilin birinci yarısında Zəngəzur dəhlizinin açılması gözlənilmir. Astroloq bildirib ki, bəzi fikirlərə görə fevral və ya mart aylarında sülh müqaviləsi imzalana bilər. Lakin onun proqnozlarına əsasən ilin ilk yarısında belə bir addım atılmayacaq. Səbuhi Rəhimlinin sözlərinə görə 2026-cı ilin ilk aylarını Rusiya-Ukrayna müharibəsində böyük bir atəşkəs dövrü kimi qiymətləndirmək olar. Müharibə tam dayanmaya bilər, amma silahlı toqquşmalar səngiyəcək. Yəni son 4 ildə olduğu kimi gərgin, aqressiv və genişmiqyaslı döyüşlər davam etməyəcək. O həmçinin qeyd edib ki, növbəti ildə Azərbaycanda həbslərlə bağlı ciddi bir dalğa gözlənilir. Bu proses fevral ayından başlayaraq may ayının sonuna qədər davam edə bilər. Astroloq bunu məcazi mənada Prezident İlham Əliyevin etdiyi çevriliş kimi adlandırıb. Onun fikrincə bu həbslər fonunda cəmiyyətdə böyük səs-küy yaradacaq, insanları çaşdıracaq sensasyon adlar gündəmə gələ bilər. Eyübovlarla bağlı həbslərin də bu prosesin bir hissəsi olduğu qeyd edilib. Azərbaycanda avtomobillərin etibarnamə ilə alqı-satqısı uzun illərdir geniş yayılıb. Bunun əsas səbəbi nəqliyyat vasitəsinin rəsmi qaydada bir şəxsin adından digərinin adına keçirilməsi zamanı yaranan əlavə xərclərdir. Bir çox vətəndaş bu xərclərdən qaçmaq üçün avtomobili etibarnamə ilə almağa və satmağa üstünlük verir. Lakin mütəxəssislər bildirirlər ki, bu üsul ciddi hüquqi risklər yaradır. Bəs nağdsız alqı-satqının üstünlükləri nələrdir? Mövzu ilə bağlı Konkret Az saytına açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, etibarnamə əsasən avtomobili idarə etmək üçün verilir və onun alqı-satqı məqsədilə istifadə olunması düzgün deyil. Ekspertin sözlərinə görə son vaxtlar etibarnamənin ümumiyyətlə ləğv edilməsi məsələsi də müzakirə olunur. Əgər avtomobil kiməsə etibar edilirsə, açar ona verilir və həmin şəxs nəqliyyat vasitəsini idarə edir. Bu halda ayrıca etibarnaməyə ehtiyac yoxdur.
Bu sadəcə əlavə bürokratik maneədir. Yasin Mustafayev qeyd edib ki, avtomobillərin alqı-satqısında etibarnamədən istifadə daha təhlükəlidir. Əgər avtomobil rəsmi qaydada başqa şəxsin adına keçirilməyibsə və dövlət qeydiyyatına alınmayıbsa, hüquqi baxımdan yenə də satıcının mülkiyyətində qalır. Satıcı avtomobil üzərində sərəncam vermək hüququna malik olur. Onun vergi borcu və ya digər öhdəlikləri varsa nəqliyyat vasitəsinə həbs qoyula bilər. Bu isə etibarnamə ilə avtomobil alan şəxsi ciddi problemlərlə üz-üzə qoya bilər. Ekspert əlavə edib ki, bu riskləri nəzərə alaraq avtomobil alqı-satqısının rəsmi və nağdsız qaydada aparılması daha məqsədə uyğundur. Nağdsız və rəsmi alqı-satqı mülkiyyət hüququnu tam şəkildə təmin edir. Gələcəkdə yarana biləcək hüquqi mübahisələrin qarşısını alır və alıcını mümkün maliyyə itkilərindən qoruyur. Mütəxəssislər vətəndaşlara tövsiyə edirlər ki, qısa müddətli xərclərdən qaçmaq naminə etibarnamə ilə alqı-satqıya üstünlük verməsinlər və avtomobili mütləq rəsmi qaydada öz adlarına rəsmiləşdirsinlər. 3 dekabr 2025-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin, yəni MİDAnın növbəti yaşayış layihələri üzrə ümumilikdə 627 mənzilin elektron hökumət portalı üzərindən güzəştli mənzil sistemi vasitəsilə satışı zamanı informasiya təhlükəsizliyi yüksək səviyyədə təmin edilib. Yeni Sabah saytının Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, mənzil seçimi prosesinə Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MİDA tərəfindən birgə nəzarət olunub. Tədbirlər zamanı müxtəlif kiberhücum cəhdləri qeydə alınıb və bu cəhdlər operativ şəkildə aşkar edilərək zərərsizləşdirilib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan Respublikasının vətəndaşları Cavid Süleymanlı və Tural Abdulov əvvəlcədən əldə etdikləri və informasiya texnologiyaları sahəsində xüsusi texniki imkanlarla uyğunlaşdırdıqları proqram təminatından istifadə ediblər. Onlar bu yolla bəzi vətəndaşlara güzəştli mənzil əldə etmə prosesində qanunsuz üstünlük qazandırmağa cəhd göstəriblər. Məlumata görə həmin şəxslər 3 dekabr 2025-ci il tarixində saat 11:00 radələrində MİDAnın güzəştli mənzil informasiya sisteminə qanunsuz şəkildə müdaxilə ediblər. Bu müdaxilə nəticəsində kompüter infrastrukturunun normal fəaliyyətinə qəsdən ciddi maneə yaratmağa yönəlmiş hərəkətlər edilib. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb. Adı çəkilən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 273.1 və 273.2 maddələri ilə, yəni kompüter sisteminə qanunsuz müdaxilə və kompüter sisteminin işləməsinə qəsdən maneə törətmə maddələri üzrə cinayət məsuliyyətinə cəlb olunublar. Hazırda bu cinayət işi üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir.